Yaltaq insanlara münasibətiniz necədir? Pis. Niyə yaltaqlanırlar? En pis, en pis. Yaltaqlıq çox böyük eyibdir insan üçün. Çox böyük. Pisdir münasibət. Bəs niyə yaltaqlanırlar? Vəzifə üçün, nə bilim, müəyyən nə üçünsə yaltaqlanırlar da o insanın həyatda çox alçaq xasiyyətdir, çox alçaq. Yaltaqlıqdan pis xasiyyət yoxdur, həqiqətən. Bəs dəyərmi buna? Yaltaqlanırlar, axırda da vəzifədən də gedəndə peşman qalırlar ki, niyə yaltaqlar? Yaltaq insanlara münasibət, yaltaq insanlara münasibət çox pis. Yəni aram yoxdur. Yəni hər kəs indiki zamanədə ancaq öz mənafeyini güdür də. Siz yaltaq dediniz də, düzdür? Hə, hər kəs öz mənafeyini güdür. İşi gedənə qədər gələcək, belə deyim sizə, siz dediyiniz kimi yaltaqlığını eləyəcək, özünü şirin göstərəcək. İşi bitdisə gedir artıq, söhbətdir. Yəni zamanəyə görə gedir artıq bu insanlar. Ətrafınızda çoxdur yaltaq. Hə, amma sərhəd var, qırmızı cizgin var, o qırmızı cizgini keçə bilməzlər. Heç kimə xeyir verən insanlar deyil. Hər kim olsa da. Nə deyə bilərək ki? Yataq insanlara əbədilik deyəli olacaq. Dünyanın axırada. Yaltaq insan dürüst insan deyil. Öz mənafeyini güdür. Fürsət olanda da aradan çıxır, arxadan zərbə vurur. Çox pis. Yaltaq olmasınlar.